Salam, necəsiz? Əziz TikTok izləyicilərim və YouTube izləyicilərim, Instagram izləyicilərim. Necəsiz, vəziyyət zat? Mən burada niyə aydınlıq gətirmək istəyirəm? Mənə əgər pul barədə dəstək ola bilərsinizmi? Mən qabağa gedim və heç olmasa bir dənə klipimə dəstək dursaz, mən qabağa gedərəm klip çəkilişlərinə. Bu yaxında mamam özü səs yazmanı ödəyəcək, bir dənə klip çəkilişləri qalır. Heç olmasa bir dənəsinə kömək eləyin ki, mən qabağa gedim, uğurlarım da artsın. Buradan sözüm Bizon Enerjiyədir. Buradan sözüm Red Bull Enerjiyədir. Buradan sözüm Bek Glukoza fabrikinədir. Hamısına təşəkkürümü bildirirəm. Əgər razıdırlarsa gəlib qol çəkə bilərik müqabilə üçün. Müqabilə bağlamaq istəyirəm də bir neçə illik. Mənim işim qabağa gedənə qədər. Nə deyirsiniz? Nə qərara gələcəksiniz? Mənim də peşəm bu vəziyyətdə olmağını istəmirəm də. İstəyərəm ki, mənim uğurlarımı görəsiniz TikTokda, Instagramda, YouTube'da. Mən işimi belə qoyan deyiləm. Mən istəyərəm ki, fabrik müdürləri olmasın, restoran müdürləri olsun. İkisindən birisi. Hansınız razı olarsınız, gəlib müqabilə bağlaya bilərik. Siz ərzə yazın, siz ərzə yaza bilərsiniz, gəlib bir dənə müqabilə üçün mən bir dənə qol çəkim.